Gündüz Abbasov. Elşən obrazı ilə yadda qalan fransız kinematoqrafçılarının belə diqqətini çəkən bir aktyor. Onun ilk sevgisi də, ilk evliliyi də yarımçıq qaldı. Son filmi isə yalnız ölümündən sonra ekranlara çıxdı. Bu nə pal-paltardır? Bu da təzə oyundur başımıza gətirir. Yox, oyunla filanla qutar. O, 1930-cu ilin noyabrında Bakıda Ziyalı ailəsində dünyaya gəldi. Anası böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası isə Azərbaycan radiosunun ilk sədri Şəmsəddin Abbasov idi. Gündüz adını ona elə Cəfər Cabbarlının özü vermişdi.